Salam, tanış olun. Sophie Loren Demi Moore. Ben de Çelik'tanım. Değerli konuklar, her birinizi salamlayıram. Bugünkü bu görüş çok önemli bir görüştür ve özel bir günde görüşürük. Bugün 15 iyun Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi qeyd olunur. Bugünü məhz sizler için seçmişik, değerlendirmişik. Her bir mütəxəssisi buraya davet etmişik ki, bu özel günü həqiqətən değerlendirək. Bu özel günde hansı özelliklerle karşılaşasıyıq, bunların her biriniz şahidi olacaksınız. Ama tədbirimizi belə deyək, açılışını ettikten sonra her zaman bizim vətənə, dövlətə bir borcumuz var. Azərbaycanın himninlə başlayaq. Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək, sonra tədbirin mahiyyəti və keyfiyyəti, kəmiyyəti haqqında məlumatı verəcəm. Değerli qonaqlar, deməli, tədbirimizin belə deyək, Qurtuluş Günü ilə bağlı özəlliyini açıqladım sizə. Tədbirimizin Sənətkar İşığına adlı bir layihəmiz var. Hansı ki, Sənətkar İşığına adlı layihə bugün Sənətkar İşığına adlı birinci görüşdür. Və bu silsilə olaraq davam ediləcək. Çünki bizim bəzi, belə deyək, sənətkarlarımızı ancaq teatrda, səhnədə görürük. Onlarla daha da yaxından söhbət etmə imkanımız az olur. Bu günlərin 3 sənətkar bizlərin görüşünə gəlibdir. Xoş gəliblər. Onlar Azərbaycan üçün həqiqətən çox böyük işlər görüblər. Firəngiz xanım, Sənubər xanım və Füzuli bəy, siz hamının əzizisiz, sevimlisiniz, dəyərlisiniz. Nə gözəl ki, biz sizi həmişə ekran arxasında görürdük və bu silsilə olaraq davam edəcək bu tədbirimiz, bu layihəmiz. Mən istədim, düşündüm ki, əli çatmır bəzi insanları sizə
Nə gözəl bir layihə düşünmüşəm ki, biz istəyirik ki, hər 15 gündən bir 3 sənətkarı görüşə çağıraq və sizləri görmək istəyən bizim, belə deyək, sıravi bir Azərbaycan vətəndaşları, belə deyək, sizləri görsünlər və yaxından tanış olsunlar. Bəzən sənətkarlara əl çatmır deyirlər, amma biz istəsək hər bir şeyə əlimiz çatar. Necə ki, siz bu günləri tam təmənnasız bizim görüşümüzə gəlmişsiniz. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən var olun. Hər zaman yaşayın, yaradın. Xoş gəlmişsiniz. Və bugünkü gün, bu gözəl məkanda bizə qonaq yeri açıbdır. Bu xanım kimdir? Vəfa xanım. O da sənətkardır. O da Azərbaycan xalqının dəyərlisidir. Gözəl aktrisamızdır. Hər zaman üzü gülərdir. Nə gözəl ki, mən ondan tanış olmuşam, bu məkanı görmüşəm və bu məkanda oturan kimi mənə bir ideya gəldi. Sənətkar işığına, çünki bura həqiqətən sənətkarların məkanıdır və çox gözəl zövqlə bəzədilibdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Bu gözəl məkanda bu sənətçiləri dəvət etmişsiniz, bizlər üçün görüşə gəliblər. Sizi də dinləyək. Həqiqətən xoş oldu bizim üçün bu məkan və sizi görmək, tanımaq. Bu yolda inşallah bu sənətkar işığına adlı görüşümüz sesli olaraq davam ediləcək. Axşamınız xeyir olsun, hər biriniz bir daha xoş gəlmişsiniz. Təbii ki, Obraz Kafe bütün sənətkarların, belə deyim, toplandığı bir məkanla artıq biz 2 ildən çoxdur ki, fəaliyyət göstərir və bir neçə sənətkarla burada müxtəlif görüşlər olur. Bugün isə daha maraqlı oldu, çünki həm belə bir gözəl günə şamil etdi, həm də mənim öz doğmalarım, əzizlərim buradadır. Teatr böyük bir ailədir və bunlar da mənim hamısı ailə üzvlərimdir. Yəni, onlarsız mənim bir günüm olmasın. Füzuli Hüseynov, istəyirəm çox möhtəşəm bir alqış gəlsin. Səlomlar İskəndərli. Və təbii ki, mənim canım, gözüm Hira, Firəngiz. Hər zaman bizi oxşadılar, ona görə də Firəngiz xanım deyir ki, mama gəlib, mama. Mən çox xoşbəxtəm ki, mənim belə gözəl mamam, belə gözəl bacım, belə gözəl bir qardaşım var. Və mən inanıram ki, siz bizi boynunuza qoyuram, çox istəyirsiniz. Elədirsə, alqış gəlsin, Firəngiz. Təşəkkür edirəm və bizim daha 2 qonağımız var ki, Rövşən artıq gənc vaxtlarından, indi də gəncdir maşallah olsun, öz səsi ilə hər kəsin ürəyini fəth edib. Salam Fikrət məni, buyurun bura. Və İlahə xanım da ki, hər zaman bizim efirlərdə müxtəlif, belə deyim, səs yarışmaları olur. O səs yarışmasında o səs yarışmasında öz sözünü demiş bir müğənnimizdir. Alqışlayıram hər birinizə, xoş gəldiniz. Biraz sonra təbii ki, sizi sevə-sevə dinləyəcəyik və mənim üçün 2 qat xoşdur ki, sizin kimi sənətkarlar bugün bir arada belə bir gözəl bir məkandayıq və təbii ki, mən Əfsanə xanıma təşəkkürümü bildirmək istəyirəm ki, baxmayaraq ki, biz müxtəlif tədbirlər edirik, amma nə qədər ki, gözəl tədbirlər oldu, bir o qədər mənim ürəyim daha da açılır və təşəkkür edirəm ki, belə gözəl xanımları, belə gözəl qonaqları bugün siz Obraz Kafeyə dəvət edərdiniz və təşəkkürlər sizə. Əfsanə xanım üçün də bir alqışlar gəlsin. Təşəkkürlər. Çox sağ olun. Vəfa xanım bizim digər sənətkarlarımızı, sənətçilərimizi Vəfa xanım belə deyək, təqdim etdi. Mən hər zaman bir ideyam var. Bu görüşlər hər zaman silsilə davam eləməlidir. Bu silsilə davam edən görüşlərin bir şirkətin adı var, Legend Company şirkəti. Və bu Legend Company şirkəti rəsmi fəaliyyət göstərir. Mənim hər zaman təşəbbüslərim təqdirə layiq olur. İlahə xanımın gözəl ifalarını dinləyəcəyik. Bizlə bərabər Rövşən bəy, ən gözəl ustadlardan belə deyək, dərs keçiblər. Öz sözləri ilə, sənəti ilə hər zaman səhnədədirlər, mükəmməl ifalarıyla. İlahə xanım, Rövşən bəy, xoş gəlmişsiniz, təklifimi qəbul etmişsiniz, var olun. Və bu gözəl tədbirin ərsəyə gəlməsində kimlər bizə dəstək olubdur? Məhz bax bunu açıqlayıram. Bizim baş sponsorumuz var, Amex Gold Global şirkəti.
Mustafa Kasatura, Zeynəb Kasatura. Zeynəb xanım, əzizim, Mustafa bəy, əzizim, təşəkkür edirəm ki, bax bu gözəl görüşün ərsəyə gəlməsində bizim şirkətə sponsor olaraq təşrif buyurmuşsunuz və öz əməyinizi, qatqısıyla bu gözəl görüşü yaratmışsınız. Sizləri biz tanıdıqca Leyla xanıma təşəkkür edirəm ki, sizi bizdən tanış edibdir. Necə gözəl adam olmaq, həqiqətən hər kəs adamdır, amma insan olmaq mükəmməl bir peşədir deyirəm. Həqiqətən insan kimi insandılar. Sizləri tanıdığıma şadam. Leyla xanım, bir daha təşəkkür edirəm ki, belə gözəl türk qardaşlarımızla bizi tanış etmişsiniz. Bugün bizlərlə bərabərdir və bizim dəyərli qonaqlarımızı dəvət etmişsiniz. Məhz buradakı qonaqlar Amex Gold Global şirkətinin belə deyək, üzvləridir. Global şirkəti üçün, Amex üçün çalışan birlikdir, qoludur, gücüdür. Hər birinizə təşəkkür edirəm, var olasınız. Mustafa bəy, həqiqətən dərin təşəkkürümü bildirirəm. Azərbaycanda hər dəfə olduqda o buranın qonağıdır, amma mən qonaq kimi düşünürdüm və görürəm ki, Mustafa bəy bizi qonaq edir Azərbaycanda. Mən utanıram həqiqətən. Kamil Bey, özel selam var. Kamil bəy, təşəkkür edirəm. Evet. Kamil bəyə həqiqətən o gözəl insandır, tanışdır. Buradan Azərbaycandan ona dolu-dolu təşəkkürümüzü göndərik, salamlarımızı göndərik. İnşallah onu da burada gözləyirik. Kamil bəy, siz də mükəmməl insansınız. Həqiqətən mən istəyirəm ki, qolumuz, yumruğumuz güclənsin. Necə ki, Azərbaycan-Türkiyə qardaşlığı daim güclü olubdur. Həm siyasətində, həm işbirliyində, həm ticarətində. Bugün də məhz sizin şirkətlə Azərbaycan bərabərdir. Nə qədər gücümüz var, bərabər sizlə bir qardaş olaraq fəaliyyətimiz olacaq. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Bütün Türk qardaşlarımıza buradan Azərbaycandan salamlarımızı göndərirəm. İnanıram ki, bu gözəl görüşü izləyərkən həqiqətən qürurlanacaqsınız. Çünki biz bərabər güclüyük. Hər zaman qardaş ölkə ilə bərabər çalışırıq. Yenə də deyirəm, siyasətimiz, əzmimiz, ticarətimiz və dostluğumuz əbədi olsun. Və Mustafa bəy, istəyirəm ki, sizi səhnəyə dəvət edim. Çünki siz həqiqətən bu gün bizə böyük bir dəstəksiniz və bu görüşün ərsəyə gəlməsində nə gözəl bir görüşdür ki, məhz bu görüşdə hər kəs bizim böyük sənətkarlarla bərabərik. Bu görüşün ərsəyə gəlməsində sizin də böyük rolunuz var. Zeynəb xanım, siz də niyə gəlməyəsiniz? Buyurun. Öncelikle hepiniz hoş geldiniz. Evet, Azerbaycan'da bulunmaktan çok gururlu ve mutluyum. Önce Efsane Hanım'a çok teşekkür ediyorum böyle bir organizasyon yaptığı için. Hepinizin buraya geldiği için hepinize ayağınıza sağlık. Hoş geldiniz diyorum, teşekkür ediyorum. Şimdi evet, burada bugün toplanmamızın en büyük sebeplerinden birisi IMEX Gold Global. Bugün IMEX Gold Global 6 ay oldu. Dünyada aktif şekilde çalışıyor ve İnsanların en çok istediği şey nedir? Pasif gelir. Bugün en güzel şey IMEX Gold bugün 108 ülkede aktif şekilde bütün insanların para kazanmasına ve hayallerin ve hedeflerine ulaşmasına şu an yol açıyor. İrəlidə Mustafa bəy nələrə yol açılır dedikdə onların görüntüsü və daha da geniş şəkildə bunların izahı gələcək və bir eğitim olacaq. O eğitim bizə nələri qazandıracaq və bu mükəmməllik sıralarda izləyəcək. Çünki sənətkarlarımız bir qəşəng ifalarıyla bizi belə deyək, ruhlandırsın, ruhumuz ayağa qalxsın. Ondan sonra ikinci bir hissədə sonuna qədər Amex Gold Global şirkəti bizlə bərabərdir. Azərbaycanda hansı işləri gördük, dünyada hansı işləri görüldü və bu son olaraq hansı mükəmməlliyi yaratdı? Bax, onları Mustafa bəy bizlə bərabər bölüşəcək və üzvlər bizlə bərabər bölüşəcək hansı yeniliklər oldu və bu qısa zamanda Amex Gold şirkəti üçün Azərbaycanın üzvləri nələr yaptı, onları konuşalım. Tamam. Teşekkür ederim. Teşekkür ederim. Bizlə bərabər bu günləri Rövşən Civişov bizlə bərabərdir. İlahə xanım bizlə bərabərdir. İstəyirəm İlahə xanımdır, ilk xanım olaraq təşrif buyursun, gözəl ifalarını dinləyək. İlk öncə çox mükəmməl bir xanəndədir və tək xanəndəliyi yoxdur, muğam ifaçısı deyil və gözəl ifaları var.
Son efirdə İlahi xanımla qonaq olduq. Onun çox gözəl ifalarını dinlədik. Asiman adlı bir ifası var idi. Həqiqətən Asiman adına dəyməyərək o, belə deyək, ifaya bir mükəmməllik gətiribdir. Sizlər indi onu dinləyərsiniz. İlahi xanım, yəqin ki, Asimanı da bizim üçün hədiyyə eləyəcəksiniz mütləq şəkildə. Xoş gəlmişsiniz İlahi xanım. Buyurun, bu günlərin həm sənətkar işığına adlı bir görüşdəyik, həm də qurtuluş günüdür. Nə deyə bilərsiniz? İlk öncə salamlayıram mən də bütün qonaqlarımızı, gözəl sənət dostlarımızı, sənətkar dostlarımızı və mən hər zaman deyirəm ki, Allah sizi heç vaxt bu sənətdən əksik eləməsin, Allah sizi bizim yanımızdan heç vaxt əksik eləməsin və zamanında dəyərli bilinənlərdən olasınız inşallah. Mən həmişə deyirəm ki, bizim sizə əslində ehtiyacımız var. Nə qədər ki ehtiyacımız var, Allah sizi bizə bir daha çox görməsin. Və kənardan gələn insanları da öz doğmanız kimi həmişə ətrafınıza çəkmişsiniz. Nə xoş bizim halımıza ki, bugün buradayıq və gözəl bir gündəyik. Şimdi bilmirəm, bayaqlarına röşənə deyirəm ki, bizimlə oxuyaq sənlə başlayıq. Nə istəsə bizə qəbul. Amma düşünürəm ki, bugün bayram günündə, bayramla qarışıbsa, sizlər üçün gözəl musiqilə ifa edəcəm. Hamımız əl qalxıza, rəqs edək, pozitiv enerji, nə bileyim, daha çox müsbət aura ilə ayrılmaq. Bəli, qurtuluş günüdür bugün. Bəli, Azərbaycanın qurtuluşudur. Həqiqətən bayram günüdür. Sen
güzel bir favorimiz. Bugün el kaldırasamız oynayıp enerjimiz yüksek olmalıdır.
xanımlar və qonaqlar, mənə elə gəlir ki, biraz az da olsa bir özümüzü sirkələdi, özümüzə gəldi. Məsələ məqam çatır ki, sənətkarlarımızı da dinləyək və onların xoş sözlərini, xatirələrini dinləyək. Firəngiz xanım, sizi dəvət eləmək istəyirəm bura. Firəngiz xanımdan başlayaq. Sənətkara belə alqış yaranmır. Sənətkarın günahı alqışdır. Sağ olun. Hoş gördük hamımızı. Ne güzel hanımlar əyləşib burada, bəylərimiz var. Bugün doğrudan da çok güzel bir bayram günüdür. Kurtuluş bayramımızdır. Biz bu bayram günündə bir aradayıq. Bizə də çox xoşdur. Bir yax zarafatla deyirəm ki, Vəfa, məni səndən başqa heç kim bugün evdən çıxarda bilməzdi. Yəni çox xoşdur. Deyin, gülün, həmişə üzünüz belə gülsün. Çox sevindim, mənim Şuşalım da, yerim də buradadır. Hamısı birbirindən gözəl xanımlar. Mustafa Bəydir də. Dərin təşəkkürümüzü bildiririk ki, belə gözəl xanımları bir araya gətirmişsiniz. Çox məmnunum, çox nə deyə bilərəm, hamınızı ürəkdən təbrik edirəm. İnşallah gecəmiz uzundur, buradayıq. Yeri gələndə güldürərik, ağlatmaq bugün yoxdur. Yeri gələndə. Yoxdur, bugün ağlatmaq yoxdur, bugün ancaq güldürməkdir inşallah. Yəni belə, nə məsələn istəyiniz varsa, nə sözünüz varsa, bizə sual verə bilərsiniz, sizi nə maraqlandırır. Mən çox sevinirəm, mənim sənət dostlarım, Sənibər xanım, o da mənim canımdır. Bu mənim ümumiyyətlə balamdır, bu heç. Füzuli buradadır, bizim dostumuz Fikrət buradadır, bir oxumuşum, bir kurs, mən bunlardan böyüyəm, bunlar məndən balacaqlar. Amma fərqi yoxdur, bir yerdə olmuşum həmişə, həmişə bir yerdə olar. Ən gözəl bayramlarımızı bir yerdə, necə deyim, qeyd eləyək. Çox, məsələn, bizdə deyir o, iki millət bir dövlət, iki dövlət bir millət, o qədər deyirlər. Türklər hamısı bizim qardaşlarımızdır, canımızdır, ciğərimizdir. Neçə dənə qastrollarda olmuşuq, çox böyük, Tarsusdan tutmuş Konya, hər yeri, Kayseri, hər yeri gəzmişik. Atatürk Kültür Mərkəzində oynamışıq. Böyük qastrollar oldu. Türkiyədə ən yaxın dostum var, Kadir İnanır. Onun ziyarətinə də getmişəm. Türkiyə Şoray ilə yaxından tanış olmuşam. Yəni sevdiyim sənət insanları da çoxdur. Yəni mən ayrım eləyə bilmirəm. Məsələn, mən ən çox Türk kanallarında dizilərə baxıram, xəbərlərə baxıram. Bütün günü ki, görüm dünyada nə var. Çox xoşdur. Bugün hamımız bir yerdəyik. Həmişə bir olaq, bərabər olaq. Yaşasın Azərbaycan, yaşasın Türkiyə. Həmişə qardaş olaq, dost olaq, birlik olaq. Öpürəm hamınızı. Gecəmiz xoş olsun. Çox sağ olun, gözəlim. Vəfa, çox sağ ol ki, belə bir gündə bizi belə bir gecəyə dəvət eləmişsən. Dərin təşəkkürümü bildirirəm. Açıqda deyim ki, doğrudan Firəngiz xanımı evdən çıxartmaq mümkün deyil. Onu bir o sehirli səhnə evdən çıxarır. Bir də mən idim ki, onu bu yolu evdən çıxardım, obraz. Bir də tez-tez Qarabağa gedir. Təbii ki, Qarabağ deyəndə, Şuşa deyəndə Firəngiz xanım, Firəngiz xan deyəndə də Şuşa xatırlanır. Bizim Şuşalı gözəlimiz Firəngiz xanım daima gözəl, daima təravətli, daima mehriban, hər kəsin sevilməsi. Öpürəm səni canım ürəyim. İnşallah gecəmiz davam edir. İndi qarşıda nə olacaq onu da mən də bilmirəm. Amma çox şeylər olacaq inşallah. Yaxşı şeylər olacaq. Buyurun canım. Çox sağ olun Firəngiz xanım, sizləri izlədikcə hər zaman sevgidən, hörmətdən, diqqətdən hər zaman dərs verib sanki bu xanım, belə deyək, seriallarda. Bir Şuşalı xanım olaraq Firəngiz xanım Şuşanı hər zaman təsvir edirdi və nə gözəl ki, bugün Şuşamız azaddır. Biz də şirkət olaraq həqiqətən Şuşa şəhərində çox böyük layihələr təşkil etmişik və uğurlu olubdur. İnşallah Firəngiz xanım, digər Şuşa səfərimizdə sizi də apararıq. Həqiqətən gözəl tədbirlər vermişik Şuşada. Bizim qonağımız olarsınız, bu bizim üçün böyük fəxr olar. Sənibər xanımın məhəbbət olmayanda
Həyatdan bitmişlər. Bəli, bezmişəm, hər şeydə bezmişəm. Boşanan. Boşanar, əlbəttə boşanar. həyat necə olar? Mənə çox maraqlıdır. Əli olar. Mənim qaynatam da bundadır. Bu mənim qaynatamdır, tanış olun, Fikrət müəllim.
Yox, köhnə qaynatamdır. Mən ilk dəfə səhnəyə qədəm qoyanda, məsələn, Fikrət müəllim mənim qaynatam obrazındaydı. Fikrət müəllim qaynatamı oynayırdı. Qisas qiyamətə qalmaz tamaşasında, bəli. Sadəcə sonra deyək ki, mən sən qaynatam falan olmaq istəmirəm, çıxdı, atlı çıxdı, getdi də bizi belə yetim qoydu, qaldıq onsuz. Amma o bizsiz qala bilmədi, yenə bizimlədir, hər zaman elə bizimlə olur Fikrət müəllim. Və Sənubər xanım üçün çox belə möhtəşəm bir alqış istəyəcəm sizdən. Çünki illər keçsə də, Sənubər xanım üçün təbii hər zaman deyib ki, mən müğənni deyirəm, bu mənim üçün bir hobbidir. Amma o hobbisi ilə o qədər özünü, o qədər sevgisini sizə ötürə bildi ki, o içinin gözəlliyini sizə ötürə bildi ki, illər keçsə də biz onu ancaq görəndə deyirdik, məhəbbət olmayanda. Hər kəsin bir vizitkası var. İfadə də öz sözünü deyir. Əvvəla xoş gördük hamınızı. Çox xoş oldu bugünkü gündə biz də dəvət aldıq. Həm sənət dostlarımı gördüm, həm sizlərlə tanış oldum. Çox xoş oldu. 30 ildir bu klip çəkilir. 30 ildir hansı müsahibəni verirəm, jurnalistin ilk sualı olur ki, məhəbbət olmayanda nə olur? Qalıram, nə olacaq? Cəhənnəm. Əsas olan məhəbbətdir, dünyanı yaşadan sevgili, insanları yaşadan sevgili. Sevginiz əsik olmasın, hər birinizə sevgi dolu, məhəbbət dolu ömür arzulayıram. Nə gözəl ki, Başqa nə deyim? gəlmişsiniz. Çox sağ olun. Biz də sizləri Çox sevirik. təşəkkür edirəm. Fərqi yoxdur məhəbbət insana, Torpağa, vətənə, evlada. Yox, insan qadın, məsələn, kişi-qadın münasibətindən gedir söhbət. Məhəbbət olmazsa həqiqətən, siz dediyiniz kimi hər bir şey cəhənnəmə çevrilir. Hətta insanların heyvana belə sevgisi olmalıdır. Dünyanı sevməlidir, insanları sevməlidir. Misal üçün, Vəfa mənim sənət dostumdur, əvvəllər. Artıq bilmirəm, illərimizi saymamışıq, neçə ildir sənətdən də oyana, bacıdan da oyana. Sənətdən ötə oldu. Sənətdən ötə, həmçinin Firəngiz xanım. Firəngiz xanım teatra gələndə hamımızın üzü gülür. Bu insan bizim gülüş enerjimizdir. Allah bu gülüşü üzündən əski eləməsin Firəngiz. Həmçinin də Füzuli müəllimdəki ömür billah, tərəf müqabilim, sevgi. Karizma, başdan ayağa karizma. Sanıram, zanəstir. Özü danışacaq. Nuş olsun, belə məclisləri tez-tez təşkil edir. Biz də böyük məmnuniyyətə gəlib iştirak edirik. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Belə bir də dalqış deyəcəm Sənubər xanım. Əyləşsin və biz davam edək. Təbii ki, bilirsiniz, illər öncə, mən deyim də, 94-dən sizlə danışacağam. 94-cü ildə mən İncəsənət Universitetinə qəbul olanda, təbii ki, hələ anlayışım yoxdur. Ümumiyyətlə, mən hara düşmüşəm. Onu da deyim ki, çox belə, birdən-birə mən o aləmə düşdüm, o universitetə qəbul oldum. Çünki heç vaxt belə bir iddiam yox idi ki, aktrisa olublar. Amma nə yaxşı ki, bunu elədim, nə yaxşı ki, Allah Taala mənə yol açdı. Zamanında düzgün insanları mənim qarşıma çıxartdı və mən də bugün sizin belə deyim, sevginizlə vəfa oldum. Deməli, mən tələbə idim, belə gənc bir qız idim. Biz onda yerləşirdi binamız Malakan bağının arxasında. Biz qızlarla çıxırdıq, görürdük Malakan bağının o biri başından çox qəşəng bir oğlan gəlir. Və hamı deyirdi ki, gəlir, tez edin, gəlir. Bütün qızlar yığışırdıq. Pencərəmiz var idi, Malakan bağına çıxan pencərə. Hamımız üst-üstə çıxırdıq, bir-birimizin başı üstündə. Füzuli Seyrov gəlir. Füzuli Seyrov elə paxoşqayla, elə karizmayla gəlirdi ki, biz hamı gəlb vaxtlarımızda etiraf günündə bugün. Biz ona aşıq olmuşduq. Bütün universitetin qızları ancaq ona baxırdı, onu izləyirdi. Onun özünə məxsus
belə özündən mütəvazi bir yerişi var idi ki, özünə hər kəsi aşiq eləyirdi. Hələ qızlar tələbələr qalsın dedi. Amma müəllimələr gəlirdi, müəllimələr keçin, əsəbləşirdilər. Keçin yerimizə və görün müəllim özü gözü oradadır. Hoş gəldiniz Füzo. Yaxşı ki, mən o universitetə qəbul oldum. Yaxşı ki, Akademik Milli Dram Teatrındayım. Allah rəhmət eləsin Həsən ağa müəllimə, Həsən Turabova ki, məni azdırmaya, Akademik Milli Dram Teatrına dəvət elədi və mənə dedi ki, qızım, sən burada işləyəcəksən və mən o teatra qədəm qoyandan hər kəsdən sevgi gördüm. Tam səhv edirəm. Kimlərsə nəsə deyə bilər. Hər kəsdən sevgi gördüm. Hər kəsdən doğmalıq gördüm. Və doğrudan da məni bu sənətə sevdirən bax bu gözəl insanlar oldu. Bizim böyük aktyorlarımız oldu ki, mən də bugün sizin sevimliliğinizə çevirdim. Çox sağ olun. Mən istəyirəm öz ürək sözlərini deyəsən. Can. Can, hər şey bazadır. Valla Vəfa birinci dəfə belə etiraf elədi və bu 94-cü ildə teatr gələndə mən teatrdan qaçdım. Mən də çıxdım getdim, bir 10 il olmalıdır. Yazıq, bilsəydim heç getməzdim sən Bir sirri də açıb yıxılmışdım üstümə. Bir sirri də açıb ki, deməli, həmin illərdə Azərbaycanın ilk seriallarından olan Dodaqdan Qəlbə, Taleyin Qisməti, Dodaqdan Qəlbənin motivləri əsasında Taleyin Qisməti teleserialı çəkilirdi və təbii ki, orada Kənan obrazını Bəyəfəndi oynamalıydı. Bəyəfəndi də gözlə ki, bugün gələcək, sabah gələcək, bugün gələcək, sabah gələcək. Bəyəfəndinin başı qaçmışdı. Bu siyetdə. Gəlib çıxmadı. Ona görə də Allah rəhmət eləsin, ruhu şad olsun. Ramiz Novruz obrazı, Kənan obrazını canlandırdı. Amma bugün zamanında teatrda olsaydım, yəni ilk aşkım sən olacaq. Həyatdır, həyat. Özü istəmədi. Çox sağ olun, minnətdaram sizə də. Xoş görüşdük, hamımızla görüşdük. Mən Vəfa və Sənubəri niyə çox istəyirəm? Mən insanlara baxıram biraz uzaqdan. Gördüm ki, bunların dostluğu uzun çəkir. Kim ki dostluğu uzun bacarırsa, onlar etibarlı adamlar. Ona görə mən onların ikisini də çox istəyirəm. O ki qaldı Firəngiz xanıma. Firəngiz xanım Vəfa dedi ki, mənə görə gəldi, mən çıxarda bilərəm nəndən. O, siz belə baxmayın, Firəngiz xanım mənə görə gəlməz. Çünki biz də teatrda işləməyimizə baxmaq, tez-tez görüşmürük. Düzdür, günahı var Firəngiz xanımın, çünki mənə aldadı bu. Biz danışmışdıq ki, cavan vaxtda Firəngiz xanımın 60 yaşı olanda mənə elçi gələcək. Və hələ də gözləyirəm 66 yaşına gəlmir. Biz o vaxtı Yad qızında oynamışdıq, 90-91-ci il isə biləməmsə. Bu da Firəngiz xanımın bacısıdır, Nərgiz. Orada necə idisə, o tamaşada gəncləri oynayırdı. Deyirəm, Nərgiz, sən xalqınlıqda oturursan, heç dəyişməmsən. Allah sizi var eləsin. İndi bilmirəm, bir sürprizimiz var. Tapdınız? Allah, tapsınlar, indi birazdan bir sürpriz eləyərik sizə, baxarsınız. Hər halda ləzzətli olacaq. Nuş edin, biz çox danışırıq, siz yiyə bilmirsiniz. Bu bizim çox olmuş. Öpürəm hamınızı. Can, sən nə deyirsən? Füzuli nə deyirdiniz deyir. Deməli biz Orxan Kəmalın yan qızını çəkilirdik. Orada da bir yer var. Lütfü müəllim dedi ki, atırsan, pencəyi onun üstünə, Nazana əsəbləşirsən. Dedim, yaxşı. Mən də belə qorxa-qorxa Füzuliyə baxıram. O yerdir ki, deyirsən, nə deyirsən, qızla da təzə tanış olub. Orada sevgilisi, arvadın döyünə. Bu götür pencəyi, necə atsa, alnıma necə də getdim. Lütfü müəllim deyir ki, bir pencəylə belə yıxılmaq olar. Deyirəm, ay Lütfü müəllim, pencəyin cibi doğru açar mı? Bir qorxu açar, başıma deyər, geçdim, qayıtdım. Nəysə, Füzuli nə deyirsin? Düzdür. O mənim canım ürəyim. Çok sağ olun, siz de hoş geldiniz.
Rövşən bəy, sizi dəvət edək, Rövşən Civişovu dəvət edək. Sənətkardan dərs alıb, hansı ki Flora xanım Kərimova ustadı olubdur. İnşallah biz bunu yaxın bir görüşlərdə istəyirik ki, Flora xanımla Rövşən bəyin bir dueti illərlə var, amma bizim görüşümüzə duetlə gəlsinlər. Onu da təşkil edəcəm. Xoş gəlmişsiniz. İfalarınız mükəmməldir. Həqiqətən. İnşallah tədbirlərimizdə iştirak edərsiniz. Təklifimizi qəbul etdiniz, gəldiniz. Özəl bir gündəyik. Həm Qurtuluş günü, həm sənətkar işığına, siz də özünüz sənətkarsınız. Həm də Amex Gold Global şirkətinin əməkdaşları ilə görüşdəyik. Çox gözəl bir mühüm gündür. Xoş gəldiniz. Teşekkürler Efsane Hanım, çok sağ olun. Bu özel günde iştirakımdan çok memnunum, teşekkür ederim sonsuz ki bak bu güzel insanlarla bizi bir araya getirmişsiniz. Her birinize can sağlık arzularım, ömür arzularım, yaxşı ki varsınız. Tiyatromuzun inkişafı sizlerle devam edir. Yaxşı ki bu zamanda tenezzüle uğrayan vaxtında siz gibi görkemli sənətkarlar bu ışığı sönmeye koymur. Həmişə ışığınız yansın, canınız sağlam olsun, zirvelerde, yükseklerde olun, biz de sizinle bakıp gurur duyalım. Var olun, çok seviyoruz sizi. Alışlayan sənətkarlarımızı. Ve qonaqlarımız siz de hoş geldiniz. Məndən bu günlər bir mutlu səslənsin. Bu yaxınlarda bunlar ki bir değil, bir mahnım var ki artık globala qoşuldu, global trende 500 milyon kazandı. Hələ də ki dinlənilir. Dünya fırlanır ifa edeceğim sizlere. Geçmesine onun eteği tutamazsın. Bu dünyadan alemlerde başlayır. Bu dünya hey kullanır senden almayır. Sultanlara dünya hassız kalmayır. Bu dünya hiç kime, hiç kimse kalmayır. Bu dünyadan bu dünya hey fırlanır kadar almayır. Sultanlara dünya hassız kalmayır. Bu dünya hiç kime, hiç kimse kalmayır. Dünya fırlanır ki biz de onun fırlanıp kalmaya minnetleriz. Dünya fırlanır ki tababilmeye onun da sonu ne evvel. Bu dünyadan alemlerde başlayır. Bu dünya hey fırlanır kadar almayır. Sultanlara dünya hassız kalmayır. Bu dünya hiç kim, hiç kimse kalmayır. Bu dünyadan alemlerde başlayır. Bu dünya hey fırlanır kadar almayır. Sultanlara dünya hassız kalmayır. Bu dünya hiç kim, hiç kimse kalmayır. Teşekkürler. Var olun. En büyük hediyene Allah sizi korusun, minnettarım. Xiaomi skuteri Kaltak'tan 690. Allah var eylesin. Teşekkürler. Ben boş boşuna bayağı
vaxtlarından belə deyim, çox təəssüflər olsun ki, çox az görünürsünüz Rövşən, amma gənc vaxtlarından siz artıq səhnə aldınız və sizin istedadınız bir daha hər kəsə sübut elədi ki, gözəl səs, gözəl ürək öz sözünü illər keçsə də, harda olsa da o torpağın altından balaca bir cincinin çıxırar. Onun kimi cücədib çıxacaq, bəhrələnəcək. Təşəkkür edirəm gözəl səsinizə görə. Və siz ifa eləyəndə Fikrət mənim dedi ki, necə gözəl səsi, necə gözəl ürəyi var. Dedim, mən çox istedadlı bir gəncimizdir. Təşəkkürlər. Gözəl mahnıdır. Mən klipi izləməmişdim. Sənubər xanım dedi ki, mən izləmişəm. Möhtəşəmdir. Doğrudan da söylədiyi qədər var idi. Möhtəşəmsiniz. Allah sizi var eləsin. Hər zaman oxuyun, var bizim də o deyil, kulağımızın pası açılsın da. Nə qədər bayaq musiqiyə qulaq asacaq. Qoy sizin kimi gözəl ifaları eşitlər. Doğrudan da gözəl səs, boş-boşuna demirlər ki, mənəvi qidadır. Gözəl musiqi mənəvi qidadır. Var olasın. Səsinizə qüvvət. Sağ olun. Sağ olun Vəfa xanım, çox böyük dəstək oldunuz bugün bizim tədbirimizə. Həqiqətən sənətkar olmaq, sənətçi olmaq ilk insan olmaqdan başlayır. İnsani dəyəri bilən, dünyanı başa düşən, sənəti başa düşən insanlar hər zaman hər kəsin, belə deyək, işlərində yarayırlar, yaradıblar, hər zaman da yaşayırlar. Fərqi yoxdur, elə sənətçilərimiz var, həyatda yoxdur, hamısının şəkillərini izləyirsiniz. Və harada olursaq olaq, mütləq onları görəndə, keçmişə baxanda ki, onlar keçmişdə elə bir tarixlər yazıblar ki, gələcəkdə hər zaman yaşayırlar. Hər zaman yaşayanlardansınız, var olun, dəyərlisiniz. Mən Mustafa bəy dəvət etmək istəyirəm. Mustafa bəy bugün tədbirimizin sponsor olaraq və bizlərin də belə deyək, qardaş ölkədir, bizlərlə bərabərdir. Mustafa bəy Azərbaycanı nədən sevdi və hər zaman, zaten biz bir-birimizi sevirik, amma bu sevgi daha da irəli oldu, daha da böyüdü. Və bu sevgini bir yerə cəmləyən, bir yerə cəm edən bir şirkət var. Hansı ki o şirkətdən Mustafa bəy özü o qədər gözəl xeyirlər görübdü ki, və biz oturub dost kimi danışanda, Zeynəb ablamla dost kimi danışanda, elə bir keçmişdən danışdı ki, həqiqətən mən belə məhtəl qaldım ki, yəni insan bu qədərmi mücadiləci olar, bu qədərmi əzimli olar ki, inadına bu işi yapacağım dedi və yaptı. Və artıq Amex Gold Global şirkətində öz möhrünü vurmuş insanlardan birincisidir. Hoş gəldiniz demirəm, çünki öz evinizdəsiniz, həqiqətən. Anladım, bir eğitim alaq sizdən. Nədir bu şirkətin özəlliyi? Bilməyənlər də bilsin ki, nədən biz bu yola çıxaq? Nədən? Onu sizdən eşitmək istiyorum. Evet, öncelikle yeniden hoş geldiniz. Efsane Hanım'a gerçekten ama gerçekten teşekkür ediyorum. Evet, IMX Gold. IMX Gold nedir? Neden IMX Gold? Neden IMX Gold yapmalısınız? Aslında en çok sorular şeylerden biri. Ben daha ileri gideyim. IMX Gold'a ben neden başladım? IMX Gold'a başladığım günde benim çok bir üzücü bir olayım vardı aslında. IMX Gold Türkiye'ye geldiğinde benim bütün arkadaşlarım bu şirketin Dubai merkezine giderken benim oğlum bir kaza geçirmişti, ben Kıbrıs'a gitmiştim. Dedim ki para kazanmak mı, çocuğum mu? İlk önce çocuğumu seçtim. Ama benim üst liderlerim, bu şirketin CEO'ları, Samet Bey, efendime söyleyeyim Kamil Bey dedi ki sen oraya git, biz senin hakkını savunacağız, merak etme. Daha iş başlamamış. İşin ne olduğunu bilmiyorum ama 25 yıldan beri de network marketing konusunda eşimle beraber ciddi bir yol kat ettik. Biz her şeyi bitirdik. Çocuğumuz hastaneden çıktı, evine yerleştirdik. Türkiye'ye geldik. Türkiye'ye geldiğimde benim oradan gelen liderlerine evet bu şirketin A'dan Z'ye her şeyini anlattılar. Sadece bu şirkette 5 tane kişi kaydetti. Sadece 5 kişi. 5 kişi kaydettikten sonra 7 gün sonra 11. kariyere geldim. 7 günde 11. kariyere geldim ve şöyle bir telefon aldım. Üst sponsorumdan. Hazır ol, Gana'ya gidiyoruz. Ya arkadaş Gana neresi? Bilmiyorum ki. Gana nerede?
Afrika'daymış. Ne yapacağız Afrika'da? Hani diyorlar ya, bir yaprak, bir mızrak, hani televizyonlarda var ya. Dedim onu mu yapacağız? Hayır dedi. Ne yapacağız? Şirketin altın çıkartılan yerine gideceğiz ve onları gözümüzle göreceğiz. Gerçekten mi dedim. Evet dediler. Ama bir problem vardı. Biz 25 yıldan beri network marketing yapıyoruz. Bu 25 yıldan beri network marketingde hiçbir zaman eşimden ayrılmadım. Her yerde beraberdim. O Zeynep Hanım'a şöyle bir güçlü alkış yapalım. Evet, hiç ayrılmamıştık. Ancak şirketin 7 günde 11. kariyere gelince şirket de dedi ne oluyor dedi. O anda sadece bana vize çıkmış. Eşime çıkmayınca ben de gitmiyorum. Gelmiyorum dedi. Gerçekten. Ve şirketin CEO'su Kamil Bey dedi ki ben Zeynep Hanım'la konuşmam lazım dedi. Buyurun dedi, konuştum. Fazla değil, tam 5 saat sonra anca ikna edildiler. 5 saat. 5 saat sonra ben Gana'ya tabi uçtum. Gana'da şunu gördüm. Bir IMX Golf Global'ın gerçekten bir altın şirketi olduğunu gördüm. Birincisi kendi çalışanları, ikincisi 52 tane madeni olan, 52 tane madeni ve bu madenlerden gerçekten bu altını çıkarttıkları kendi gözümle gördüm. Ve bu altını çıkarttıktan sonra sertifikalı bir şekilde eritildiğini, eritildikten sonra oradan Dubai'ye gelip satışının gerçekleştiğine kadar hepsini gördüm. Ve ondan sonra bu şirkette herkese şuna başladım anlatmaya. Dedim ki arkadaşlar, dostlar, abiler, ablalar, evet bu şirketin gerçek bir vizyonu var. Herkesin bildiği tek bir şey var. Altın. Altın kazanmaya var mısınız dedim. Bütün dünyaya bunu haykırdım. Dediler ki nasıl olacak? Ben herkese her zaman söyledim. Bugün bir yemeğe gittiğiniz zaman herkes bilir. Bir aile bir yemeğe gittiği zaman bugün baktığımızda 100 dolar para öder. Doğru mu? Bakın 100 dolar. 100 dolarla iş kuracağız dedim ve bunu da başardık. Şu an toplam Türkiye'de, dünyada toplamda 6 ülkeye yayıldım. Benim alt ekibim olarak 6 ülke var. Ancak devam ederken 1, 2, 3, 4, 5 dediler ki Azerbaycan'dan bir Leyla Hanım var. Onu seninle tanıştırmam lazım. Dedim nereden? Azerbaycan. Olur dedim. Ben bu yaşıma kadar hiç Azerbaycan'a gelmemiştim. Ama Azerbaycan'a geldiğimde o kadar mutluyum ki, o kadar mutluyum. Yani bu kadar mı sıcakkanlı olur? Hepinize gerçekten teşekkür ediyorum. Şimdi dediler ki Azerbaycan'da Leyla Hanım var. Dedim ki bana tanıştırın. Tamam dediler. Tanıştıralım. Bir akşam Zoom yaptık. Zoom yaptıktan sonra dedim ki bak böyle bir iş var. Dedi abi gerçekten başarabilir miyiz? Evet burada bir şeyler var ama sizin dedi Azerbaycan'a gelmeniz lazım dedi. Dedim ki biz Azerbaycan'a geliriz o zaman daha farklı bir şeyler yapalım. Büyük toplantı yapalım. Nasıl yapalım? Gel dedim onu beraber planlayalım. Bir alkışlarla Leyla Hanım'ı bir alalım yanında. Nasıl geldik buraya? Nasıl toplantılar yaptık? Şöyle bir anlat. Teşekkür ederim. Hər birinizi salamlayıram, axşamınız xeyir olsun deyirəm. Bu gözəl gündə, bu qurtuluş günündə, bu gözəl məkanda, gözəl xanımın məkanında, Vəfa xanımın məkanında gözəl dəyərli sənətçilərimizlə bərabər olmaq və kəndimizi sizə tanıtmaq, sizin simanızda insanlarımıza, Azərbaycanımıza tanıtmaq bizim üçün həqiqətən də xoşdur. IMX Gold Global möcüzədir. Mən deyərdim ki, hər bir insanın həyatını dəyişəcək qədər möcüzədir. Hər birimiz bilirik ki, yaşadığımız müddətdə biz devlətdən aldığımız maaşlarla və yaxud işlədiyimiz işlərlə həyatımızı dolandırmağa, yəni ailəmizi saxlamağa, büdcəmizi artırmağa çalışırıq. Ancaq IMX Gold insanlara ek gəlir olaraqdan həyatını daha da gözəlləşdirməyə nəsib edir. Möcüzələr yaşatmağa nəsib edir. Mən çox xoşbəxtəm ki, IMX Gold mənə təklifi gələndə ilk öncə tərəddüd etdim. Çünki bilirsiniz ki, hər birimizin həyatında olmamış olmaz ki, yəni networkla məşğul olan insanlarımız,
şəbəkə ilə məşğul olan xanımlarımız var, gözəl iş bacarığı olan xanımlarımız var. Biraz tərəddüd etdim. Yəni IMX Gold deyiləndə biraz tərəddüd etdim. Qızıl, altın necə olur, qazancı necə olur deyə düşündüm. Amma yaxşı ki də addım atmışam. Mən sizləri tanımışam. IMX Gold insanın həyatını elə bir dəyişir ki, biz ona tanıdığımız gündən Türkiyəni gəzdik, Dubayı gəzdik demək olar ki. Yəni vizual olaraq mən Dubayı gəzdim, çünki ola bilmədim, təklif elədilər. Dubayda iştirak edə bilmədim. Amma Mustafa Bəyginin sayəsində mən Dubaydakı olan o bütün hərəkatı, gedişatı gördüm, izlədim. Bir insana bir $100, mən Facebookda da yazı yazdım. Bir $100 məbləğində, yəni 170 manat məbləğində insan həyatı dəyişə bilərmi? Bəli, dəyişilmiş. Bəli, çox gözəl dəyişilmiş. Sadəcə o 170 manat dəyərində biz IMX Global şirkətinə addım atırıq. Və bu günləri burada hər kəs dostlar əyləşir, bir-birimizə yaxın olan insanlarımız əyləşir. IMX Gold'un da bu dostluq rəmzi altında insanlar bir-birinə, dəvət yaxın olan insanlar bir-birinə. Necə ki, Temu bilirsiniz ki, Azərbaycanda çox yayılmış bir şirkətdir. Dəvət sayəsində, bugün bizlər bura dəvət olunduq, bizlər Əfsanə xanımı sayəsində bura dəvət olunduq və Mustafa bəyə təklif etdik ki, Mustafa bəy, bizim üçün belə bir təklif gəlir. IMX Gold şirkəti olaraq biz sponsorluq edə bilərikmi? Dedi, problem deyil Leyla xanım. Yetər ki, IMX Gold'u hər kəs tanısın. Sizlər dəvət sayəsində bir-birinizə kitlənərək, IMX Gold'un sadəcə bu dünyada heç bir şeye ihtiyacı yoxdur. Sadəcə kitləyə ihtiyacı var. Çünki nədən? IMX Gold zaten bir qızıl şirkətidir. IMX Gold irəli zamanlarda qızıl sektorunu takı sektoruna əvəz eləmək üçün, takı sektoruna keçmək üçün dünyada kitləyə ihtiyacı var. Yəni o kitləyə ki, hansı ki bir-birimizin dəvəti ilə o şirkətə üzv oluruq və irəli zamanlarda IMX Gold bizlər üçün nələr bəxş edəcəksə və o şirkətin sistemində zaten onları rahat əldə edə biləcək. $100 veririklə gözləyir. Və xeyr, $100 verdikdən sonra mən üzr istəyirəm. Mustafa Bey daha gözəl anlatsın. Çünki çox möcüzəli. Abi hemen hazır ben vereyim ya. İşte ben bu yüzden gerçekten çok teşekkür ederim. Çok teşekkür ederim. İşte bakın isimle ilgili çok üzüldüm. Huzur abim çok basit bir şey söyledi. Dedi ki $100 pası. Bakın arkadaşlar bu $100 $500 nasıl oluyor? Birincisi. Şimdi bizim ilk önce aklımızda şu var. Abim dedi ki bende dedi $100 var. Ama $100 verdikten sonra bu $100 ne zaman geri alacağım diyecek değil mi? Hadi hep beraber bu $100 5 kişiyle nasıl geri alalım? 5 kişiyle. Şimdi birincisi biz bu işi anlattım. Efsane ablam geldi. Sizin birinci aklınız olsun. Ben bu işi anlattım. Dedi ki oğlum benim de $100 var. Ben de para kazanmak istiyorum. Tamam. Birinci. İkinci. Evet. Yok ilk önce şimdi bir $100'la başlayalım. Herkes görsün. $100'la. Sonra ben Leyla Hanım'a dedi işi teklif ettim. Evde 2 kişi. Bakın bunlar size bağlı. Bu sizin first time'ınız. Bu da first time'ınız. Ama bitti mi? Hayır. Dedi ki hanımefendi ben de bu $100'la varım. Ben de varım dedi. Bu geliyor. Şimdi geliyor. Şimdi oldu bir kişi daha. Dedi ki 5 kişi. 4. 5 oldu. Bak şimdi. Burayı çok iyi dinleyin. Ben dünyada bunu yayıyorum. Dünyada bugün $100'ımız batarsa ölür müyüz? Yok. Bir yemek parası doğru mu? Bakın bir yemek parası sadece. Şimdi şirket diyor ki birinci burayı dinleyin. Şirket diyor ki birinci abim $100 bu sisteme bir yatırım yaptı. Niçin? Dedi ki ben para kazanmak istiyorum. En basit. Birincisi şirket dedi ki bu arkadaşların daha olmadan sana aylık pasif %10 veriyor. Yani $100'ına $10 o cepte. Ancak bu arkadaşlarımız da sizin dostlarınız bunlar dedi ki abi biz de para kazanmak istiyoruz. $100 burası yatırdı. 200, 300, 400, 500. Şimdi şirket diyor ki bunları sen diyor benimle tanıştırdığın için
Buradan %10 sana geldi. %10 sana geldi. %10 sana geldi. %10, %10. Kaç para yaptın? 50 dolar. 50 dolar doğru mu? Kaç para yatırdın? 100 dolar yatırmıştık. 50 dolar geldi mi? Geldi. Bitti mi? Hayır. Diyor ki şirket, sen bu 5 kişiden 500 dolar ciro yaptığın için sana 50 dolar da ben bonus veriyorum. 100 dolar. Bu kadar basit. Ben bu işi tam 6 ay önce başladım. 100 dolarla başladım. Şu an 100 dolarla başladım bu işe. Şu an kendi öz yatırımı 30.000 dolar bir rakama ulaştık. 100 dolarla başladım. 30.000 dolar depozitum var içeride. Şu ana kadar aldığım bu şirketten toplam rakam 64.000 dolar. 6 yıl? 6 ay. 6 ayda. Ya ben 1 yıl razıyım abi ya. 6 ayda toplamda 1400 kişilik bir ekibe ulaştık. 1400 kişilik. Ben her zaman şunu söylüyorum. Azerbaycan'daki bütün dostlarıma, ablalarıma, abilerime, bütün herkese iyi ki varsınız diyorum. İyi ki hoş geldiniz diyorum. Süper. Şimdi tabii burada şöyle bir şey var. Bunu gerçekten söylemeden geçemeyeceğim. Evet, Leyla Hanım var ama Leyla Hanım'ın bir de liderleri var ki ben onları tanıdığımda hadi canım olur mu dedim, olur mu yaparlar mı dedim. Şimdi ben güçlü alkışlarla diyorum ki Letafet ablayı bir çağırayım bile. İlk önce. Ve onun da bir lideri var. Sabah 8 akşam 9 hiç durmuyor. Nezaket ablama bir çağırayım. Şimdi bir de her zaman bana kızıyor. Böyle bir kızıyor ki ismini bazen yanlış söylüyorum. Vasfile diyorum. Ama Visfil diye söyleyemedim bak. Tamam mı? Büyük alkışlarla onu da bir çağırayım ben. Müsaade. Bak gördün mü müsaade. Şimdi burada tabii en sonunda da bir kişiyi çağıracağım. Onu çok iyi dinlememizi istiyorum. Herkes gittikten sonra en son bir kişiyi çağıracağım. Şimdi bakın buradaki yıldızlar. Bunlar aslında Azerbaycan'ın yıldızları. Bakın Leyla Hanım'la başladık. Abi sadece Leyla Hanım'la başladık. Bakın bunlar yıldız. Azerbaycan'ın burada gerçekten kurulmasına vesile olan kişiler. Şöyle mikrofonu vereyim sıradan. Buyurun. Çok sağ olun, teşekkürler. IMS Gold'a niye başladık? Nasıl oldu? Heyecan doruklar. Leyla Hanım, Mehmet Koltuğa başlayan arkadaşlar. Leyla Hanım bana davet etti. Davet ettiğinde ben yok, etmedi. Etmeden geldi. Allah sana feda olsun. Ben de Nezaket Hanım'a hemen ulaştırdım. Azerbaycan'da en büyük liderlerden yani Nezaket Hanım. Biz de Bakı'da rekord vurur, rekord. Çok teşekkür ederim. Evet şimdi en büyük ablam diyorum ben ona. Gerçekten benim bir kardeşim var ama Azerbaycan'da ikinci kardeşim. Güzel. Akşamınız xeyir, sizləri görmək, sizlərlə bir havanı soluqmaq doğrudan da şərəfdir. Çox şərəf duydum sizlə bir olmaq. IMEX-ə gəldiyim vaxtında mən də demək istəyirəm ki, bir möcüzəni şəxsən mən özüm yaşadım. May ayın 21-də şirkətdən qoşuldum və şirkətin üzvü oldum. Artıq may ayın 28-də mən uçaqda Antalya'ya gedirdim. 8 günün içinde yani her bir şey möcüzə kimi apar topar Türkler demişken liderim Leyla Hanım, Ramile Hanım, liderimin yoldaşı Samir Bey biz Antalya'ya istirahate gittik ve böyük seminara gittik. Hansı ki o seminarlarda büyük yatırımcılar iştirak edirlər və biz də orada Azərbaycanın yeni qatılan ölkə kimi bizi də qonaq qismində dəvət eləmişlər. Çox möhtəşəm, çox möhtəşəm. Möcüzəni demək olar ki, biz orada yaşadık. Getdik, gəldik, 3 gün orada qonaq qaldıq. Hər bir şey şirkətimizin, sponsorlarımızın dəvəti nəticəsində oldu. Ona görə deyirəm ki, möcüzələr yaşayırıq, möcüzələr həyatımızda var. Bir de onu demek istedim ki aslında. Bu ay bizim için çok güzel promosyon oldu.
iyun ayının 1-dən 31-nə qədər 5-ci karata gələn onsuz da zaten qazanc, müəyyən məbləğlər, gözəl məbləğlər qazanır. 100 dollar əlavə. 7-ci karata gələn hər bir insan, hər bir lider 500 dollar əlavə. 9-cu karata gələn liderlər 1000 dollar əlavə. Ondan əlavə. Ayın axırında 27-sidir təxmini Dominikan. 27-sində Dominikan səyahəti var, Respublikasına səyahət var, hamısı şirkətin sayəsində. Ondan sonra Fransada Qızıl Brilliant dəfiləsində orada səyahət var. Sonra Hindistan'da, ondan sonra Dubai, demək olar ki, IMF həm qazandırır, həm də dünyanı gəzdirir. Verilen değer möhtəşəm. Get the fuck out! 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 Antalya'ya hepiniz hoş geldiniz. Gosto muito quando ela tá chapada. Gosto muito quando ela tá chapada. Ela fica safada e relaxa. Ela fica safada, relaxa. Ela fica safada e relaxa. Kazanamadım. Hep başkasını kazandırdım. Bugün şirketlere baktığımız zaman patronlara bakıyoruz. Bugün Ferrari'ye biniyor, sonra Mercedes'e biniyor. Diyoruz ki patron o biner. Değil mi? Ama biz hiçbir zaman kendimizi neden o patronun yerine koymadık? Neden biz onu, ben de yapabilirim. Ben bu işi başarabilirim. Ama soru işareti vardı. Neyle ve nasıl? Çünkü bunu yapabilecek birincisi patron olmak için şirket kurman lazım. Eleman ama en önemlisi büyük bir sermaye açman lazım. Bugün bir sermaye aşabilmek için baktığımız zaman arkadaş akşam eve zor gidiyoruz. Sermayeyi nereden bulacağız? Şimdi öyle bir iş düşünün ki şu an IMS Gold size network marketing haricinde öyle bir fırsat veriyor ki bugün diyelim ki cebinizde 100 dolarınız var. 100 dolarla bir kuyumcu dükkanı açabilir misiniz? Hayır. Bugün 100 dolarla size IMS Gold bir e-ticaret hesabı açsa ve içinde 1500 tane takı sektöründen yüzük, kolye, küpe olsa ve siz bunları arkadaşınıza tavsiye ettiğinizde, o satışı gerçekleştirdiğinizde siz oradan para kazansanız nasıl olur? Çok güzel olur. İşte bu e-ticaretin IMS Gold'un ikinci gerçek reel ticareti ve şu an şirket bununla alakalı 1500 tane ürünü Paris'te görücüye çıkartıyor, defile çıkartıyor. Büyük bir defilede bütün herkese tanıtacak. Ne güzel, ne güzel. Evet, Ben size alkış geçen yok defa galiba, dedim. kimse anlamadı. Anladım. Aha. Biz bunu sizinle geçen görüşte konuştuk. Dedim en güzel golü birinci bu paranı kazanmak, ikinci de o kızılın hakikaten satışını gerçekleştirmek. Çünkü bir var satışı, kızılın satışını biz kimdense gidip hansısa bir belediye bizde univermaklar var oradan alırız. Bir de var ki oradaki kıymetten kat ucuzu bir başa onu üretenden alırız. Aha. En güzeli budur. Ona göre de IMS Gold global şirketini tanımaq, onunla beraber yola çıkmaq ve onlarla beraber bir cam olarak faaliyet gösterip hansı ki ikinci golü o kızılın satışından məşğul olanda onda daha da çok kazanmaq olacak. Ben belə başa düşürəm. Ve onu da gözləyirik. Daha iyisi daha geliyor. Daha iyisi daha var. Aha. Şimdi 3. Şimdi diyelim ki buradan
Amerika'ya gideceksiniz. Ama Amerika'da bir bankanız yok. Cebinizde en fazla ne götürürsünüz? $1000. Hadi $1000 da buraya koyduk, $2000. Doğru mu? Hadi 3000, 4000, doğru mu? Bu kadar. Şimdi IMX Gold öyle bir şey yaptı ki bugün yarın açıklanacak. IMX Pay. Sizin bu şirketten kazandığınız üyestikleri, altınları IMX Pay'ın içine atıp üyestik olarak istediğiniz ülkede, istediğiniz para biriminde harcayabilirsiniz. Aha ne güzel. Bu şirket 6-7 aylık bebek diyorum ben bu şirkete, bebek. Daha uçak daha kalkmadı. Bu şirkette yetişen, bu şirkette gerçekten para kazanmak isteyen çok hızlı bir şekilde giriyor. Tabii oturmadan yakalayalım. En büyük benim şansım ne biliyor musunuz? Bu şirketin haricinde benim bu hayatımı değiştiren gerçekten benden önce network marketing'e başlayan benim biricik aşkım Zeynep Hanım. Bir çağıralım. Kocaman. Dur, bir onun sesini duyalım. O kadar bence heyecanlı. Bu işi o kadar güzel yapıyor ki aslında. Aşk Evet. ya aşk. Biricik aşkını yaxşı deyim ha. Herkese teşekkür ediyorum. Değerli misafirlerimiz, sevgili ekip arkadaşlarımız. Azerbaycan'da olmaktan gerçekten çok mutluyuz. Buraya geldiğimizde, evet Türkiye'liyiz ama ikinci ülkemiz, ikinci evimiz burası oldu. Tabii. Evet, işimiz çok güzel, kazançlar sağlıyoruz. Ancak işimizi yaparken de mutlu olmak bambaşka bir şey. Mutlulukla yapmak bambaşka bir şey. Burada da bunu yaşıyoruz. Türkiye'nin diğer illerinde de birçok ekip arkadaşlarımız var. Oralarda da aynı şeyleri yaşıyoruz aslında. Mesela çok güzel bir kamp yaptık. Daha öncesinde de Antalya'da kamp yapmıştık, bu ikinci. Arkadaşlarımız dahil oldular burada. Resul Hanım, Şemile Hanım, Leyla Hanım. Oradaki nasıl bağ kurmuşuz herkese gördüler ama aynı bağı burada da kuruyoruz. Aynı şeyi. İnşallah hep birlikte buralarda da güzel kamplar yapacağız. Müsait Efsane Hanım bizi Karabağ gezmeye götürecek. Anlaştık. Mutlaka. Oraları da göreceğiz. Son olarak şöyle bir şey söyleyebilirim. Evet, çalışalım, paramızı kazanalım, gezelim, mutlu olalım. Ne güzel bir şey. Sizi tanıdık, hakikaten Zeynep abla çok güzel bir karaktere maliktir. İnsani değeri, hakikaten əsl necə özüdür abla, hakikaten siz bizim böyüyümüzsüz, ablamızsınız. İnşallah işlerimiz böyüyer, daha da güclü olarıq. Məsələ əsas qardaşlıqdır. O qardaşlığı yaratmışıqsa, davam ediriksə, para zaten qazanılacaq. İnşallah mən təklif etdim ki, Zeynep abla, Mustafa bəy gedəlim, Qarabağı da görün. Çünki mən Qarabağı Bakıdan da yaxşı tanımağa başlamışam. Qarabağda mənim silsilə tədbirlərim olubdu. Hamısı YouTube üzərindən yükləmişəm. 2020'den sonra torpaqlarımız azad olandan sonra ilk Qarabağda ocağı məhz mən yandırmışam. Bir jurnalist fəaliyyəti olan insanlardan. 30 belə deyək, Füzuli rayonunda yenidən qurulan Füzulidə 30 şəhid ailəsini dəvət edib Novruz bayramını onlarla bərabər keçirdik. Bir şüar olaraq ki biz zaten hamı hər yerdə ocağını qalayıbdı Novruz bayramında. Amma torpaqlar azad olandan sonra o ocağın qalamağı, o bir başqa dadı var idi, özü də şəhid ailələrində. Mən ehtiyatlı olan əskərəm, hərbiçiyəm və aktual xəbər portalının baş redaktoruyam. Özüm teleekspert. Belə tədbirləri təşkil edirdik hər zaman. Mükəmməl işlərimiz olduğuna görə bunu öyünərək deyirəm. İstədi ki, bunun bir rəsmiyyəti olsun. Adım Əfsanə, ona görə də Legend Company şirkətini yarattım. NMC. Çox sağ olun, var olun. Və rəsmi fəaliyyətimiz var. Həm sayt olaraq, həm şirkət olaraq. Hər zaman fərqli layihələr düşünmüşəm və mükəmməl işlərimiz olub və insanların dost şəkildə bir-birindən zəncirvari işlərinin böyüməsi, bizim belə deyək, qonaqlarımız həmişə fərqli sahədə olub, həkim olub, hətta dövlət işçiləri belə olub bizim tədbirlərimizdə.
Bugün de bu görüşte bak sizler de geldiniz. Bize daha da stimul oldu ki sizleri daha da yakından tanıdık. Bu bizim için büyük şereftir. Bu kadar belki biraz istirahat vererek herkes yemeğini yesin. İstirahat vermeden Aha. önce... Sizin onu izleyecekler. Yok. Aha. Tabii. Ben de siz söyleyin. Bakın hep beraber. Bunu geçen defa da izledik. Bu izlemeyeceğiz. Bu, Mükemmel. neydi bu? Ne yazıyor yukarıda? 29. 100 dolarla başladığım şey 29.000 dolar. Ne kadar kazanç? 65.000 dolar. Biz hardasa bir yarım ay önce, 15 gün önce 42 bin. Evet. Aha. Şu an toplamda kaç olmuş? Aha, 65 bine gelmiş. Bravo. Mustafa abi, geçen defa da bana dedim oku. Evet. Demek ki ayağım düşüktü. 42 idi, 65 oldu. Aha, sağlıkla xərcləyin. Çünki əziyyət çəkirlər. Mən onu vurguladım. Həqiqətən bugün bu tədbirin, Mustafa abi, dinləyir misiniz? Həqiqətən bu tədbirin ərsəyə gəlməsində böyük əməyi var, mənə böyük dəstəyi var. Həqiqətən. Mən deyirəm, onlar Azərbaycanda qonaq deyirik, amma onlar bizi hər yerdə qonaq edirlər. Bunu hər dəfə mən deyən, biz ekiplər yığılanda deyirəm ki, biz utanırıq. Neden hesabı biz verməyək də? Azərbaycanda qonaqdılar, amma heç qonaq kimi görünmürlər, öz evləri kimi buradadırlar. Hara getmişiksə hər zaman onlar bizi qarşılayırlar. Buna görə də Mustafa abi, Zeynəb abla sizə bir alqış. Çok sağ olun ki her zaman burada biz sizi misafir etmekten sizler bizi misafir edirsiniz. Bir daha derin teşekkürümü bildirirəm ki bu güzel sənətçilərlə görüşməkdə, bu güzel akşamın təşkil edilməsində bizə şirket olarak böyük dəstəyinizi verdiniz. Ben her zaman sözün düzünü demək, her zaman benim bir şuarım var. Eğri de olsa, düz de olsa, o kimisə üçün necədir? Mənim üçün söz acı da olsa düzünü deyilməlidir. Hansısa bir iş adamlarına biz müraciət edəndə Azərbaycanda gələn dəfə, o biri dəfə olub bizə dəstək olanlar çox olub, amma sizin kimisi olmayıb, həqiqətən, var olun. Bugün siz %100 mənim yanımda oldunuz. Mən bunu deməliyəm, mən bunu heç nəyə görə demirəm. Bir insan kiməsə əmək verirsə, sevgi göstərirsə, dəyər verirsə, paranın önəmi yox. Amma Azərbaycanda bir söz var, deyir, 1 kilo söhbət, 1 kilo sasiskana deyir. Minimatin olmaqdadır. Amma mən bunu həqiqətən deyirəm ki, söhbət mən sizin yanınızda, Leyla xanımla da bayaq onu konuşduq ki, siz hər zaman bizi qonaq edəndə mən bəzən o görüşlərə 5-dirsə 3-ünü gəlirəm. Niyə? Çünki utanıram. Həqiqətən siz onu qoymursunuz, əziyyətini biz çəkək. Ona görə də sizlərə dərin təşəkkürümü, can sağlığı arzu edirəm. Dünyanı fəth eləyin, qazanın evi yox, bizi həmişə qonaq edin. Kəmandar bəy, siz də zəhmət olmasa gəlin. Bu şirkətdə əməyiniz var və Amex Gold Global şirkəti və Mustafa bəy haqqında istəyirəm ki, mənlə bölüşdüklərinizi burada da bölüşəsiniz. Evvela akşamınız hayır olsun. Güzel bir günde toplaşmışız. Hoş bir arzuda toplaşmışız. Bugün Azerbaycan halkının güzel bir günü, müstakil günüdür. Azadlığımızı, serbestliğimizi ona uzun ömürlü versin tam Azerbaycan halkına. Bunu ben yürekten, səmimi qəlbdən ona göre içimden geldi dedim ki, bizim bugün bakıram her tarafa ama gözümde bir insan çok farklı görükür. Həmin insanı Fikrət müəllimə bizim ağsaqqalımız olduğuna göre, bugün bizimle olduğuna göre yürekten bir alqış istəyirəm. Siz xüsusi olarak her birimizin bugünkü günü burada ağsaqqalısınız. Ve Azerbaycan halkına örnek gösteren insanlardan da birisiniz. İnsanın formalaşması onun əhatəsində olan çok hörmətli, değerli, incəsənət hanımları ve beyleri yanında olmak bunun formalaşması demek. Allah sizleri var eylesin. Bugün bizim sizinle iştirakçı olmamızın büyük sebepkarı
ve bizim çok hürmet beslediğimiz hanımımız Efsane Hanım. Efsane Hanım hem özüne inanır, hem de yanında olan, hürmet koyduğu insanlarına inanır ki onun her zaman yanında olacak. Ona göre Efsane Hanım'a da bir alkış gelsin. Efsane Hanım'ın Nenk Azərbaycan xalqı üçün və dünya miqyaslı ölkələrdə gələcəkdə belə bir toplantı sahələrində böyük iş qurmağına ürəyi olduğuna görə və biz özümüzə inanaraq və tutduğumuz yola inanaraq onun səbəbkarı Amex Gold şirkətidir və onun Türkiyə dövlətindən gələn Mustafa bəy və onun xanımı Zeynəb xanımı. Bir ürəkdən alqış gəlsin onlara. Yazdım ki, həyat gözəldir, həyatın gözəlliyini bilənə. Həyat gözəldir, həyatın gözəlliyini anlayana. Həyat özü gözəldirsə, gözəl yaşamamaq günah kimdədir insanın özündə. İnsan da hər zaman devrə görə həyatlaşar, devrə görə düşünər və devirlə fəxr edir. Mən sizlərlə fəxr edirəm bugün sizlərlə bir yerdə olmağımda. Bugün bizim kollektivimiz belə seçimli insanlardır ki, buradadır. Amma ay yarım müddətində bu şirkət Azərbaycana gəlib, bu ay yarımda şirkətdə uğur qazanan insanlarımız var. Şirkət deyəndə nəyi başa düşək? Şirkət insan üçün bir fəaliyyət. İnsanın adı, hörməti, onun evinin, ailəsinin maddiyyətidir. Maddiyyətsiz ailə olar mı? Fikirləşmə. Sağlıksız aile olar mı? Gezintisiz aile olar mı? Ona göre bu şirketin birinci məqsədi xalqı gələcəyini düşünərək dünya miqyasında təmsilçiliyini etmək və hər kəsin yanında olmaqdır. Çox şükür olsun Allah'a, bu şirket Azərbaycana bizim bir xanımımızın tərəfindən, arada olan əlaqə və münasibətlərin yaranmasının tərəfindən yarandı. Bu xanımı da böyük alqışla alqışlayaq. Leyla xanım. Leyla xanım xüsusi olarak bu şirketi əlaqələr qurduqdan sonra Antalya'da bunun kampında oldu, iştirakçı ve bundan sonra da daha da ürəklə yanaşır. Biz de ona inanırıq, bunun ətrafına da toplaşmışıq. Amma Nazikət xanım əlaqələr saxladı kiminlə? Lətafət xanımla. Lətafət xanımın özü də buradadır. Lətafət xanımı alqışlayıram. Görürsünüz necə qurulur. Hər bir insan öz əhatəsində olan ünsiyyət münasibətini dərin saxlamaqla iş prinsiplərini irəli aparır və gələcək haqqında düşünür ki, mən necə olum, hər kəsə xeyriyyətçi olum. Yəni burada bütün xanımların adlarını çəkmək o derecede vaxt zaman sərf etməyimizə düzgün olmaz. Ama bizi buraya güzel hanım dəvət verib, Əsrarna xanımı, Vəfa xanımı yəqin ki, Vəfa xanımı da salamlayaq, onu alqışlayaq. Biz onu çok istəyirik. Hər anda belə bir tədbirlərdə iştirak etmək, başka bir vaxtlardakı yəqin başka tədbirlərdə də olaraq. Bugünün gözəlliyi sizin olsun. Bugünün güzel günleri sizin olsun. Gelecek günleri sizin olsun. Hayat her zaman yüzünüze gülsün. Her zaman deyəsiz, güləsiz, istirahətdə olasınız. Azərbaycan xalqının çok değerli sənətkarları dünyalarını değişiblər. Ama onların her sözleri bizim gözümüzün önündedir ve her sözün özünün mənası var. Onlara Allah rəhmət eləsin. Geride kalan gəncindən tutmuş, yaşlısına kadar Azərbaycan xalqına ve ölkə rəhbərinə can sağlığı Allah qismət eləsin. Var olasınız, sağ olun. Çok sağ olun Kemaldan Bey. Həqiqətən hər kəsi gözəl təsvir etdiniz. Çok sağ olun ki, sənətkarlarımıza bugünkü tədbirə belə hörmət, diqqət edirsiniz. Amin. Günləri, mən dedim, çok özel bir günde görüşmüşük. Hansı ki, özel günün birincisi Azərbaycanın Qurtuluş Günü ilə əlaqədar.
İkinci özel bir görüş odur ki, biz belə gözəl sənətkarlarla bərabər bir günümüzü bölüşdük, onlarla yaxından tanış olduq, onları belə deyək, yaxından gördük. Və üçüncü önəmli bir gün o idi ki, biz Amex Gold Global şirkətinin üzvləri ilə bərabər bu tədbiri bölüşürük və çox gözəl, belə deyək, bu şirkətlə bağlı eğitim aldıq və bu təlim deyək, Azərbaycan dilində təlim və Türk dilində eğitimdir. Və biz də şirkət olaraq düşündük ki, bizə eğitim verən Zeynəb Kasaturov, Mustafa Kasaturov və Leyla Allahverdiyeva eğitim verdiklərinə görə şirkət tərəfindən sertifikatla təltif edilsin və eğitim aldıqlarına görə də Amex Gold Global şirkətinin üzvlərinə eğitim aldıqlarına görə həmən sertifikatları təqdim edək. Legend Company şirkətinin adından Amex Gold Global şirkətinin loqası və bizim loqamız, rəsmi şəkildə də möhrümüz. Bax, biz sizə belə bir əziyyətinizin bəhrəsini yerdə qoymayaq deyə sertifikatlarla təqdim etmək istəyirəm. İzninizlə. Bizi bu araya gəlməkdə, yığışmağımızda, gözəl gün bölüşməyimizdə, zəhmətimizi çəkən, maddi və mənəvi yanımızda olan Mustafa Kasaturanı dəvət edirəm. Mustafa bəy, bugün üçün sizə özəlliklə təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən inanıram ki, bu burada həqiqətən yazılıb. Yəni, Legend Company MMC şirkətinin təşkil etdiyi sənətkar işığı. Bax, bugün görüşümüzün məğzi var idi, sənətkar işığı. Və düşündük ki, bizim Türkiyəli qardaşlarımız burada qonaqdırsa, nədən bizim qonağımız yox, ev sahibliyi etməsin və tədbirdə sponsor olaraq iştirak edən və tədbirin ikinci hissəsində Amex Gold Global şirkəti tərəfindən keçirilən beynəlxalq elmi iqtisadi seminarda iştirak edib təlim verdiyinə görə təltif edilirsiniz. Öncelikle Efsane Hanım'ın bu güzel sertifikadan dolayı çok teşekkür ederim. Evet, Amex Gold dünyaya duyurmaya hazır mıyız? Hazırız. Tüm dünyaya hem de sadece Azerbaycan değil, Azerbaycan'dan tüm dünyaya çıkmaya hazır mıyız? Hazırız. Süpersiniz, tebrik ederim. Hatta уже hazırlanıblar oradaşlar. Teşekkür ederim, var olun. Mustafa bəyin öz dediyi kimi, mənim eşqim, aşkım Zeynəb Kasatura. Çox böyük əməyi var. Qadın güclü varlıqdır. Bunu həmişə demişəm. Bəli, bir qadının, Mustafa bəy bunu mən inanıram ki, tək bacarmadı. Zeynəb xanımın da sevgisi ilə bacardı. Buyurun. Siz dünyaya səs sala-sala gəlirsiniz, Azərbaycandasınız. İnanıram ki, bu bizim kiçik görünməyinə baxın, sertifikatımızın da böyük önəmi var. Bəli, rəsmi şəkildədir. Uğurlar olsun. Çox təşəkkür ederim. Leyla Allahverdiyeva, zəhmət olmasa buyurun. Türk qardaşlarımızın bizi daha da yaxınlaşmağına vəsilə olan xanım Leyla Allahverdiyeva. Mən Leyla xanımın, belə deyək, onun xəbəri yoxdur. Bizdə dedim, saytımız aktualxəbər.az saytımız var, fəaliyyətidir, doğru düzgün qərarsiz işləyir. Və mən orada Leyla xanımı Gəncə bölgəsi üzrə xüsusi müxbir təyin eləmişəm. Nə yazıq ki, rəsmiyyəli yerdə qalıqda. Amma mütləq şəkildə ofisimizdə onu təqdim edəcəm, vəsiqə artıq hazırdır. İnanıram ki, Gəncə bölgəsində nə xəbərlər olarsa, operativ şəkildə onu bizə çatdıracaq. Mən də hər kəs kimi təşəkkür edirəm Əfsanə xanım sizə, Mustafa bəy, Zeynəb xanım, sizlərə təşəkkür edirəm. Bugünkü gündə sizlərin sayəsində bu tədbirimiz baş tutdu. Gözəl sənətkarlarımızla görüşümüz baş tutdu. Yəni, bu da bir xatirədir. Əlbəttə ki, hər birimizin gözəl yaddaşımıza qızıl hərflərlə, necə Amex Gold bizə qızıl qazandırır, bu görüş də bizim zəkamıza, qəlbimizə qızıl hərflərlə yazılacaq. Hər birinizə təşəkkür edirəm. Hər biriniz var olun. Sizlərin o
Bu gözəl sənətinizdə olan uğurlarınızla biz böyümüşük. Hər birinizi qəlbdən sevirik. Var olun. Hər birinizə uğurlar arzulayıram. Məxsələ xanım, sizə də çox təşəkkür edirəm. Xəbərsiz olaraq da bu xəbəri verdiniz. Çox sağ olun. Sizin etimadınızı doğrultmaya çalışacağım. Mən bilirəm ki, bəzi saytlar saxta vəsiqələr yazır verir, bizdə elə şey yoxdur. Mən gördüyüm bütün işlərdə hər zaman doğru, düzgün fəaliyyətimiz olubdur. Leyla xanımı da bu yolda həqiqətən Gəncə belə deyək, bölgəsi üzrə xüsusi müxbir. Mən bilirəm ki, zaten bütün işləri həqiqətən doğru, düzgün görübdür. Bu işimizdə də uğurları böyük olacaq. Gəncə üzrə xüsusi müxbirimiz də Leyla xanım. Mərcan xanım Soltanova. Baxın, siz də bu gözəl tədbirdə iştirak edirsiniz və belə deyək, eğitim alırsınız. Yenə də aldığınız bu tədbirdə həm ziyarət, həm ticarət bir tədbirimiz oldu. İnanıram ki, Amexco Global şirkətinin fəaliyyəti üçün öz dəstək xəttinizdə olacaq. Təşəkkür edirəm hamınıza. Çox özümü xoşbəxt edirəm ki, Amexco şirkətindən üzv olmuşam, qoşulmuşam bu ailəyə. Qonaqlarımızı da bir daha salamlayıram. Dahi sənətkarlarımızı qucaqlayıram, hər birimizi tək-tək təşəkkür edirəm. Bu gecəyə görə hamımıza birlikdə təşəkkür edirəm bir daha. Yəni, çox gözəl bir gecə keçirdik. Bir daha təşəkkürlər, hamımıza da uğurlar arzulayıram. Sağ olun. Kəmandar bəy Əliyev, zəhmət olmasa bayaq çox gözəl danışdınız, xoş sözlərinizi dediniz və işinizin fəaliyyətinə görə də, eğitim aldığınıza görə də siz də sertifikatınızı götürün. Məsələn xanım, təşəkkür edirik belə bizləri bu halda qiymətləndirdiyinizə görə. Bu sertifikat böyük məsuliyyət daşıyır. Çox dahi sənətkarlarımızla birlikdə olmamız çox xoş oldu. Allah sizləri qorusun, Allah sizlərə uzun ömür, can sağlığı versin. Və biz də yəqin ki, bundan sonra bu sertifikatdan sonra daha da böyük bir məsuliyyətlər üzərimizə götürərik və sizinlə birlikdə hər zaman varıq. Allah sizə ömür versin. Təşəkkür ederim. Çox sağ olun, təşəkkür edirəm. Lətafət xanım Məmmədova, buyurun zəhmət olmasa. Xoş gəldiniz siz də. Bugün biz Amexco şirkətinə yığışmışıq. Biz yeni fəxr edirik ki, sevinirik ki, bunu Mustafa bəy, Zeynəb xanım Azərbaycana gətirib. Sağ olsunlar. Belə bir şirkəti Azərbaycan xalqını üçün münasib bilirlər. Fatma xanım Abbasqul. Gəlin. Lətafət xanım İmaməliyeva, buyurun. Lətafət İmaməliyeva, zəhmət olmasa siz də öz sertifikatınızı götürün. Kolay gəlsin, dinliyorum. Çok sağ olun, teşekkürler. Visale Hanım Məmmədova, buyurun. Çok sağ olun. Çok sağ olun her şeye göre. Teşekkür ederim. Xəyalə Aydəmir. Çok sağ olun, akşamınız xeyir olsun. Mustafa Bey'e Zeynep Hanım'a teşekkür edirik ki, bir gözəl bir şirkətlə bizlər də tanış edib. Xüsusən də hiçbir yerdə işləməyən evdə xanımlar üçün öz qazançlarını qazana biləcəyi bir şirkətdir. Təşəkkür edirəm ki, belə gözəl şirkətlə bizi tanış edirsiniz. Cəlal Hacıyev.
gəlmisiniz. Buyurun. Çox sağ olun, hər kəsə minnətdarlığımı bildirirəm. İstəyirəm bu Netflix market sistemində hər kəs dərəcəni öyrənsin. Sizə çox uğurlar arzu edəcəm. Həqiqətən çox sağ olun. Minnətdaram, uğurlarınız bol olsun. Əfsanə Məmmədli. Əfsanə Məmmədli. Buyurun. Kiçik olmağına baxmayaraq şirkətdə özünün də hesabı var, özünün də yatırımı var xanım. Təşəkkürlər, təşəkkürlər. Sağ olun. Nigar Qasımova. Nigar Qasımova. Axşamınız xeyir olsun, hər kəsi salamlayıram. Çox sağ olsun Əfsanə xanım. Bayaq bir söz dedilər ki, biz bu sənətkarları televizorda görəndə deyirik ki, kaş görərdik. 2 gün bundan qabaq mən Firəngiz xanımı gördüm. Elə bildim, gelib evdə dedim ki, mən dünyanın ən xoşbəxt adamıyam. Firəngiz xanım bizdə, indi bəlkə də yadına düşmür. Mənim yoldaşım həmişə deyir ki, Firəngiz xanım görən kim deyir ki, Ahtarcanın işini bizim rayona verirlər, Ahtarcan rayonun Afşar kəndinə. Hə, mən Firəngiz xanım hər görəndə deyir ki, onun deyir, Firəngiz də bala deyirdim, mən də. Mənim əlimdə deyir, keçən niyə var idi, yeyirdim, anasına belə dedim, mən onu istəyirəm. Anası gəldi, deyir, əlimdən aldı verdi ola. Hələ də var oldu, deyirəm. Firəngiz xanım görəndə deyirəm, can keçənliyimi alıb verək. Biz sizi çox istəyirik. Həqiqətən də hər bir sənətkarlar belə canlı görmək bizim üçün dünyanın ən xoşbəxtliyidir. Elə bilirik ki, ən əzizlərimizi, ən doğmalarımızı gördük. Allah sizə can sağlığı versin. Mustafa bəy, siz, Zeynəb xanım, hər birinizə təşəkkür edirik. Biz neçə bilə şirkətlərdə işləmişik, amma bu dərəcədə real, gözəl, həqiqətən də insanın həyatını dəyişəcək belə bir şirkət heç yerdə yoxdur. 20 ildən çoxdur networkdayam, mən belə qazanç görməmişim. Hələ mən ayın 22-sindən bu yana bir ayım tamam olmayıb, nə boyda qazançlarım olub. Deməyim gözdəyəm, çünki mən deyəndə yox, yaxşı oldu. Çox sağ olun. Təşəkkür ederim. Çox sağ olun. Leyla xanım, təşəkkür edirik sizə. Nəzakət xanım, təşəkkürlər. Hər ikinizə Allah can sağlıq versin. Mən həmin bura gəlib çıxmağımda, Bəşdə Mərcan xanım olmağa bütün ekibimə təşəkkür edirəm hər birinizə. Dərin təşəkkürlər. Allah hər birinizə can sağlıq versin. Aynur Babayeva bizlə bərabərdir. Xanım şirkət haqqında məlumatı yox idi. Mənim əzizim, dəyərlim, hər zaman tədbirlərimizdə qonaq kimi yer alır. Özü də mənim dəyərlimdir və bugündən qərar verdi, hətta orada hesabını yaptırdı. Amexport Global şirkətinin yeni üzvü Aynur Babayeva. Yaxşı ki, mən sizi tanımışam, həqiqətən də çox gözəl tanımışsınız. Yaxşı ki, varsınız, canınızda hələsiniz, təşəkkür edirəm. Sağ olun, var olun. Yeni üzvümüz Mustafa bəy, həmən isti. Sağ olun. Deməli, mən təqdimat edəndə orada şum deyir, bizdə şum deyirlər, siz başa düşməyəsiniz. Səslər üst-üstə düşür, biz onu montaja verə bilmirik. Zəhmət olmasa dinləyək, az qaldı. Sonra söhbətimizi edəcəyik. Bizlə bərabər Ruhiyyə Civişova. Deməli, Rövşən Civişovun bacısıdır. O bayaq gözəl ifalarını dinlədiyiniz müğənnini. Özü gözəl xanım, sözü gözəl xanım. Hər zaman tədbirlərimizdə yer alan xanım. Nə gözəl ki, qardaşı da bizlə tanış etdi və o gözəl ifalarını dinlədi. Həqiqətən mükəmməl ifalar idi. Sizə də dərin təşəkkürümü bildirirəm. Hətta Mustafa bəyə demək istəyirəm ki, ikinci bir üzvümüz, yeni üzvümüz də Ruhiyyə xanımdır. Hoş geldiniz. Mən də hər birinizə salamlayıram. Əfsanə xanım, sizə təşəkkür edirəm ki, belə sənətkarlarla görüşdə, yəni siz məni dəvət elədiniz. Bu şirkətlə də tanışlıq çox xoş oldu. Mən də inşallah bu şirkətin üzvü olaram. Bir daha, yəni həqiqətən hər zaman arzulamışam. Firəngiz xanım, Sərabər xanım, digər dəyərli sənətkarlar, Vəfa xanım, hər zaman sevə-sevə izləmişik. Mən ümumiyyətlə, mən müəlliməyəm, amma hər zaman incəsənət
insanlarına, belə dəyərli insanlara o qədər böyük hörmətim olub. O qədər, yəni mən müəllimlərdən çox inanın, hər zaman incəsənət xadimlərini izləmişəm. Sizlərə böyük hörmətimiz var. Hamınızı çox istəyirik. Fəxr elədim ki, bugün sizlərlə bir gün, bugün bu arada olun. Çox sağ olun. Ramilə xanım Əliyeva. Çox sağ olun Əfsanə xanım. Həqiqətən bir daha yenə hər kəsi salamlayıraq. Bu sertifikat həqiqətən legendadır. İnşallah tohumlar. Çox sağ olun əfəndim. Var olun. Sağ olun. Nəzakət Muradova bizlə bərabər olan bir xanım, hətta o qədər iddialıdır ki, onun qayd edərkən, hesabları yaparkən Türklər demiş, video görüntülərini izləmişəm və belə deyək, çox özünün bayaq hesabını dedi, çox ətrafına insan toplayıbdır və bunu yaymaqda da davam edir. Bugünkü gündə eğitimini gücləndirdi, eğitim aldığına görə sertifikat aldı ki, ətrafına yığdığı o hansı ki, o insanları Amex Gold Global şirkətinə toplayır, daha da eğitimini gözəl şəkildə verdiyi üçün, bax bu sertifikatla təqdim olunur. Uğurlarınız bol olsun, adamlarınız çox olsun. Çox sağ olun Əfsanə xanım, belə dəyər verdiyinizə görə. Çox sevinirəm. Həqiqətən bu mənim üçün böyük bir şərəfdir. Ona görə bunu siz bilirsiniz. Sağ olun, sağ olun. Hamıya uğurlar arzulayıram. Sağ olun. Sağ olun. Dəyərli izləyicilər, bugün daha bir görüşün sonuna gəldik. İnanıram ki, görüşümüz, bütün görüşlərimiz axarıncı olacaq, axırıncı olmayacaq. Bizim işlərimiz hər zaman axırıncı yox, axarıncı olubdur. Legend Company şirkəti olaraq, Aktual Xəbər Xəbər portalının baş redaktoru olaraq mən Əfsanə Nəbiyeva hər zaman sizlərə gözəl tədbirlər təşkil edəcəm və gözəl yeniliklərlə hər zaman sizin qarşınızda olacaq. Bugün də Sənətkar İşığına adlı görüşümüzü yekunlaşdırdıq. Nə gözəl ki, Sənətkar İşığına adlı görüşümüz məhz 15 iyun Azərbaycanın Qurtuluş gününə həsr olunan bir gündə baş tutdu. Amex Gold Global şirkəti Mustafa Kasatura, Zeynəb Kasatura məhz bu tədbirimizin sponsoru olaraq bizlərlə bərabər idi. Bu görüş həqiqətən insanlara bir ruh yüksəkliyi gətirdi. Hansı ki, sənətkarlarla bir görüşdə oldular. Hansı ki, sənətkar işığına yığıldılar və sənətkarlarımızı hər zaman televiziya arxasından izləyirdilər. Bu günlərim o sənətçilərlə bərabər daha da yaxından tanış oldular və biz daha bir görüşün sonuna gəldik. İnanıram ki, görüşlərimiz hər zaman uğurlu olacaq.